Salam əziz izləyicilər, əziz dördüncülər, xoş gördük hər birinizi. Biz sizinlə bugün keçirilmiş 17 mayda keçirilmiş monitoring imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İzahdan öncə sizdən bir xahişim var, yoldaşlar, videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Başlayaq suallara. Deməli deyir ki, 1-ci, 3-cü tapşırıqlar heç bir mətnə aid deyil, onları müstəqil şəkildə cavablandırın. Birinci sual. Verilmiş cümlələrin birində işlənmiş can qoymaq ifadəsinin əvəzinə işlənə bilən ifadələri müəyyən edin. Can qoymaq frazeoloji birləşmədir. Ata, sən nə edirsən? Bu pulları qazanmaq üçün bir həftə can qoymuşam. Sən isə onları odda yandırırsan. Can qoymaq dəridən qabıqdan çıxmaq mənasını verə bilər. Cana doymaq deyil, bu bezməkdir. Bir də qan tərə batmaq mənalarını verə bilər. Baş sındırmaq isə deyil. Cavab olur 1-3, yəni B variantı. Növbəti suala baxırıq. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Zağcalar böyük dəstələrdə ağaclarda yuva qururlar. Burada həqiqi mənadadır. Bala çıxardıqları dövrdə zağcalar daha çox işləmək olurlar. Bala çıxarmaq məcazi mənada işlənə bilər. Cavab olur B variantı. Yazda yumurtadan çıxaraq qönçə, çiçək və yarpaqlarla qidalanırlar. Bu da həqiqi mənadadır. Tırtılların bədənində nazik uzun tüstüklərlə örtülü olur. Bu da həqiqi mənadadır. Üçüncü suala baxırıq. Mütəxəssislər kimyəvi preparatlar tətbiq etməklə ipək-sarıyan kəpənək tırtılları məhv etməyi düşünürlər cümləsində işlənmiş preparat sözünün mənası müəyyən. Preparat dərman deməkdir. Yəni cavabımız olur A variantı. Deməli yoldaşlar, bundan sonra mətn sualları gəlir. Mətndən bağlı suallar. Mətni yəqin ki oxumusunuz. Keçək elə birbaşa sualların izahına. Deməli 4-cü sualda deyir ki, mətnin məzmununa və hekayə xəritəsinə əsasən səhvləri müəyyən edin. Deməli, hadisə olur, göbələklərin bişirilməsi nə zaman olur? Gündüz olur. Bu doğrudur. Şəhərdə olmur. Bu, deməli, meşədə olur. Deməli, 2 yanlışdır. Sonra hadisə yanğın. Yanğın isə gündüz olmur, gecə baş verir meşədə. Ona görə 3 də yanlışdır və meşədə baş verir. Bu isə doğrudur. Cavab olur 2-3, yəni D variantı. 5-də. Mətndə verilmiş ifadələrdən hansı məcazi mənadadır? Bəzi ağacların yanğından qismən yanması bu həqiqi mənadadır, məcazi mənada deyil. Közərən bir qığılcımın yuxudan oyanması. Qığılcımın yuxudan oyanması bu məcazi mənadadır. Cavab olur B variantı. Vahiməli görünüşlü tüstü qalxması ola bilər, yəni həqiqi mənadadır. Külün altında közün qalması bu da həqiqi mənadadır, mümkün olan bir variantı. Cavabımız burada oldu B variantı. 6-da meşədə isə pis bir hadisə oldu. Deyərkən müəllif nəyə nəzərdə tutulurdu? Meşədə baş verən pis hadisə yanğının baş verməsidir. Cavab olur D variantı. Növbəti suala baxırıq. Zaura aid doğru fikirlər müəyyən edin. Ocaq daşı tapdı. Bu Zaura aid deyil. Bu aiddir Turala. Tural idi ocaq daşını tapan. Qovaq ağacını yanmış görəndə göz yaşlarını saxlaya bilmədi. Deməli, bəli, bu Zaura aiddir. Deməli, bu hissədə var burada. Deməli. Baxın, Zaur göz yaşlarını saxlaya bilmədi. Bu hissədə var. Sonra, meşədən çıxanda ocağı söndürdü, ocağı söndürməmişlər ümumiyyətlə. Qovağı nənəsinə oxşatdı, bəli. Bu da var. Ağaca kömək etməyə təşviq etdi. Bu isə Turala aiddir. Nənəsinə oxşadır qovağı. Deməli, baxın burada. Bu hissədə var. Baxın, deyir, Zaur çiyninə toxunan budaqları kənara itələyib dedi. Bu qovaq ağacı mənim nənəm kimidir. Yəni, nənəsinə bənzədir. Deməli, cavabımız oldu burada nə? 2, 4, yəni A variantı. Uşaqlar yaşadıkları bu hadisədən sonra sizcə aşağıdakılardan hansı qərar verəcəklər? Deməli, meşəyə yalnız böyüklərlə birlikdə gedəcəklər. Bunu deyə bilmərik. Meşəyə gedəndə özləri ilə su aparacaqlar. Bunu da demək olmur. Ocağın söndüyünə əmin olmamış o məkandan uzaqlaşmayacaqlar. Bəli, C variantını demək olar. Çünki elə ocağın söndürmədiyi üçün peşman olurlar. Deyirlər ki, yəni biz səhv eləmişik. Gərək ki, ocağı söndürüb sonra gedərdik. Cavab oldu C variantı. 9-da. Mətnin mövzu və ideyasını doğru verildiyi variantı müəyyən edin. Mövzu təbiətə qayğı idi. İdeya isə təbiətin qorumaq hər birimizin borcudur. Bəli, bunu deyə bilərik. Cavabımız olur A variantı. Mövzu yanğı söndürən fədakarlığı deyildi, yəni. Sonra dostluq da deyildi, böyüklərə hörmət də deyildi. Bu mövzu deyildi. Cavab olur A variantı. Sonra 10-cu sualda onlar inanırlar ki, qovaq yenidən yaşıllaşacaq.
fikrini əsaslandırması hansı variantda doğru verilmişdir? Baxın, bu hissədə var, qovağın yanına gəlirlər və yaşıl yarpaqlara görən Tural təəccüb dolu sevinclə qışqırdı və eyni həyəcanla. Yox, o yaşayır və yaşayacaq, yəni. Yaşıl yarpaqlarını görmüşlər, ona görə ümidli idilər. Ona görə ağacın budaqlarını və gövdəsini qara küldən yuyub təmizləsə və ağac özünə gələcəkdi. Bu yox. Yuxarı budaqlarda ara sıra yaşıl yarpaqlar görünürdü və uşaqlar inanırdı ki, çoxlu su versələr o yaşılacaq. Cavab olur B variantı. B variantını seçmək olar. 11-də çərçivədə verilmiş hissəni hansı yarım başlıqla adlandırmaq olar? Deməli, çərçivədə verilən hissə hansıdır? Bu hissədir. Bu hissədə də biz nəyi görürük? Deməli, çoxlu suyu deyə bilmərik. Peşmançılıq da deyə bilmərik. Peşmançılıq əvvəli idi. Zarun göz yaşları. Bunu belə deyək də, bu başlığından adlandıra bilmərik. O yaşayacaq başlığını deyə bilərik. Çünki orada ağacın yanına gəlirlər, ağacın yaşayacağın bağlı ümidlər var orada. Sonra yaşamağı üçün nələrsə eləyəcəklər. Yəni, o yaşayacaq başlığını vermək olar bu hissəyə. 12-də mətnin məzmununa əsasən doğru cavabları seçin. Məşədə yanğın baş verdiyi üçün uşaqlar özlərinin bu yanğına səbəb olma ehtimalını çox üzülürlər. Bəli. Biri deyə bilərik. Yanğının söndürülməsində iştirak edərək təsəlli tapdılar. Xeyr, yanğının söndürülməsində iştirak edəmədilər. Hərəmiz bir ağac əkək kampaniyası başladılar. Belə bir fikir də yoxdur mətndə. Yaşayacağına ümidləri olan ağacı qulluq etdilər. Bəli, bunu deyə bilərik. Cavab olur 1-4, yəni A variantı. Növbəti mətn 13-21-ci tapşırıqla mətni oxuyaraq cavablandırın. Mətni yəqin ki oxumusunuz. Oxumayanlar da oxuyub sonra suallara baxa bilər. Deməli, 13-cü sualda deyir ki, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Robotların zəkası insan ağlından daha üstündür. Bunu deyə bilmərik. Mətnin məzmununu oxumuşuq biz. Belə bir fikir yoxdur. Robotlar insanların həyatını asanlaşdırmaq xidmət edir. Deməli, bunu B-ni deyə bilərik. Çünki, baxın, burada deməli, baxın, burada deyir ki, Asimov əsasən fiziki məhdudiyyətli insanlara və yaşlılara kömək etməsini hazırlamışdı. Yəni, insanların həyatını rahatlaşdıra bilər. Asanlaşdıra bilər, yəni, fiziki məhdudiyyətli şəxslərin. Cavab olur B variantı. 14-də mətnə əsasən Asimov haqqında yanlış fikirdir. İnsana bənzər robotdur, bəli. Yeriyir, qaçıb pilləkəndən çıxa bilir, bəli. Sosial zəkaya malikdir, xeyr. Sosial zəkaya malik ilk robot Sofiya robotu idi. Cavab olur C variantı. Səs yüz tanıma funksiyası var, bu da doğrudur. Sofiya robotu haqqında hansı fikir yanlışdır? İlk insana bənzər robotdur. Bu yanlışdır. Bu Asimova aiddir. Cavab olur A variantı. 2017-də başladı, bəli. Müəllif müxtəlif duyğuları ifadə edir, bəli. Hanson Robotics şirkətinin məhsuludur, bu da doğrudur. Növbətiyə baxırıq. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? Deməli, deyir ki, robota vətəndaşlıq verildi. Tarixdə ilk belə fakt kimi qeydə alındı. Bəli, bu doğrudur. Çünki, baxın, bu hissədə var ki, Səudiyyə Ərəbistanında olur o. Deməli, deyəcək. Deyir ki, Sofiya danışır, suallara cavab verir, müxtəlif duyğuları ifadə edə bilir. 2017-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığını alan ilk robot kimi tarixə düşdü. Bu isə Asimovun ala bilməzə bir yenilik idi. Deməli, burada 17-ci ildə vətəndaşlıq alır və ilk vətəndaşlıq alan robot kimi tarixə düşür. Bu səbəb nəticə doğrudur. Yəni, Sofiya təqdim edildi, böyük marağa səbəb oldu. Bu da doğrudur. Asimov təqdim edildi, Sofiya maraq azaldı. Yanlışdır. Sofiyadan sonra Asimov'a maraq azalmışdır. Cavab olur C variantı. Asimovun istehsalı dayandırıldı. Honda şirkəti istehsal qiyməti dəyişdi. Bəli, doğrudur. Daha çox deyir ki, baxın, bu hissədə var. Asimovun istehsalını rəsmi olaraq dayandırmaya qərar verdi və istiqaməti daha çox süni intellekt texnologiyasına yönəltdi. Yəni, başqa istiqamətə yönəltdi. Belə bir fikir mətnimizdə var. Sonra, Sofiya robotun istehsalı nəticəsində hansı hadisələr baş verdi? İlk insana bənzər robot yarandı, yanlışdır. İlk insana bənzər robot Asimov idi. Yəni, Sofiya deyildi. İlk dəfə fiziki metodda insanlara dost icad edildi. Bu da Asimov'a aiddir. Hanson Robotics rəqabətdə önə keçdi? Bəli. Asimov'u belə deyək də,
keçdi rəqabətdə. Səudiyyə Ərəbistanı fərqli vətəndaşlara sahib oldu. Bəli, o da elə Sofiya ilk dəfə robot vətəndaş oldu. Cavab olur 3-4, yəni C variantı. Mətnin məzmununa əsasən yanlış fikri hansıdır? Son dövrlərdə insana bənzər robotlara maraq azalıb. Belə cavab olur A variantı. Belə bir fikir yoxdur. Robot texnologiyası bahalı sənaye sahəsidir. Bəli. Baxın, burada deyir ki, deyir ki, bununla yanaşı Asimovun bəzi təklifləri mövcuddur. Bir ədəd Asimov robotunun hazırlanması üçün təxminən 1 milyon dollar vəsait tələb olunurdu. Bu da böyük vəsaitdir, yəni. Bizim üçün bu böyük vəsaitdir. Bunu da yanlış deyil, doğrudur. Robotlar uzun müddətli araşdırma nəticəsində hazırlanır, bəli. Robot sahəsində dəş şirkətlər arasında rəqabət olur, bu da doğrudur. Yanlış oldu A variantı. 19. Asimovun istehsalı nə üçün dayandırıldı? Çünki Sofiyanın rəqabətdə geri qaldı. Ona görə cavab olur B variantı. Növbəti suala baxırıq. Honda şirkətinin 2018-də verdiyi qərar hansı fikri söyləməyə əsas verir? Honda şirkəti 2018-ci ildə hansı qərarı verib? Baxın, bu hissədə var. Nəticədə də 2018-də Honda şirkəti Asimovun istehsalını rəsmi olaraq dayandırmaya qərar verdi və istiqamətini daha çox süni intellekt texnologiyasına yönəltdi. Səbəb nə idi? Çünki Sofiya ilə rəqabətdə dala qalırdı, ona görə. Deməli, buna deyir ki, hansı fikri söyləməyə əsas verir? Bəzi şirkətlər inkişaf üçün digərləri birləşməyə məcbur olur, yanlışdır. Şirkətlər fəaliyyət istiqamətlərini dəyişmirlər, dəyişirlər. Elə o robot texnologiyasından süni intellekt texnologiyasına keçdi. Yeni məhsul bəzən rəqib şirkətin bağlanmasına səbəb olur. Şirkət bağlanmadı, sadəcə istiqamətini dəyişdi. Rəqabətə dözümsüz məhsulların istehsalı dayandırıldı. Bəli, elə Asimov rəqabətə dözə bilmədi Sofiya ilə, ona görə dayandırıldı. Üçüncü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Üçüncü abzasımız hansıdır? Üçüncü abzasımız yoldaşlar. Bu hissədir. Asimovun bəzi çətinlikləri mövcuddur. Bu isə Asimov robotunun hazırlanması üçün təxminən 1 milyon dollar vəsait tələb olundu. Həmçinin o yalnız sadə ünsiyyət bacarıqlarına malik idi. 2017-ci ildə Hanson Robotics adlı başqa bir şirkət tərəfindən istehsal edilmiş Sofiya adlı növbəti insana bənzər robot bu sahədə Asimovun geridə qoydu. Sofiya sosial zəkaya malik işçi robotdur. O insanın üz ifadələrini təqlid edə bilir və daha yaxşı ünsiyyət bacarıqlarını nümayiş etdirir. Sofiya danışır, suallara cavab verir və müxtəlif duyğuları ifadə edə bilir. O 2017-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığını alan ilk robot kimi tarixə düşdü. Bu isə Asimovun nail ola bilmədiyi bir yenilik idi. Bu hissəni deyir hansı başlıqla adlandırmaq olar? Deməli. Honda şirkətinin qərarı xeyr. Qərar o hissədə deyil. Asimovun üstün cəhətləri, Sofiyanın üstün cəhətləri var idi. Çətin rəqabət, bəli, cavab olur C variantı. Asimov çətin rəqabət idi Sofiya ilə. Bunun nəticəsi olaraq da fəaliyyəti dayandır, istehsalı dayanır. 22-30-cu tapşırıqları mətni oxuyaraq cavablandırın. Emular mətnidir. Yəqin ki, oxuyubsuz. Oxumayanlar da videonu saxlayıb, oxuyub suallara baxa bilər. Baxırıq suala. Deməli 22-də deyir ki, mətnə əsasən hansı fikir doğrudur? Emular dünyanın ən böyük quşlarıdır. Yanlışdır. Ən böyük quşları dəvə quşlarıdır. Baxın, deyir ki, emular dəvə quşundan sonra dünyanın ən böyük quşudur. Dəvə quşundan sonra, yəni əvvəl dəvə quşudur. Sonra emular uçmasa da çox sürətlə qaça bilər. Bu doğrudur. Cavab olur B variantı. Bu burada deyir ki, uça bilməyən quşdur. Bunu bildik. Bir də deyir ki, onlar uçmasa da güclü ayaqlara sahibdirlər və çox sürətlə qaçırlar. Bu hissədə var. Deməli, cavab olur B variantı. Emular susuzluğa dözümlü deyirlər, yanlışdır. Mətndə var ki, susuzluğa dözümlüdürlər. Emular yalnız otla qidalanır, bu da yanlışdır. Bunun bir dənə sübutlarını verək. Deyir ki, emular bitkilərlə, meyvələrlə, toxumlarla qidalanır. Yəni bu hissə var və hər cür hava şəraitinə dözümlü, həmçinin uzun müddət susuz qala bilirlər. Yəni deməli, susuzluğa dözümləri var. Bu da yanlışdır. Mətndə hansı suala cavab yoxdur? Emular necə qidalanır? Qidalanmağı var da. Burada bu elə baxdıq deyir ki, bitkilərlə, meyvələrlə, toxumlarla qidalanır. Deməli bunun cavabı var. Emular hansı sürətlə qaçır? Bu hissədə var. Baxın, burada deyir ki, 50 km saatdə 50 km sürətlə qaça bilirlər. Deməli bu da var. Emular harada yaşayır? Biz gördük ki, Avstraliyada yaşayırlar. Deməli bax, emular əsasən Avstraliya qitəsində yaşayırlar. Bu hissədə var.
Deməli, bunun da cavabı var. Emular nə qədər yaşayır? Bunun miqdarı yoxdur. Neçə müddət yaşamağın miqdarını bilmirik. Böyük emu döyüşünün hansı səbəbdən baş vermişdi? Emular insan arasında qorxu təşkilatla yox. Emular əkin sahələrinə ziyan vurduğu üçün bəli. Cavab olur B variantı. Onlar qida satışmazlığı ilə üzləşirlər və məcburi əkin sahələrinə girirlər. Quraqlıq olduğu üçün. İnsanlara hücum eləməmişlər onlar. Bu da yanlışdır. Emular su mənbələrini çirkləndirlər üçün bunda heç aidiyyəti yoxdur. Emuların əkin sahələrini tərk etməsinin əsas səbəbi nə idi? Emular həmin ərazilərdə soyuq hava şəraiti ilə üzləşmişlər. Xeyr. Müharibə vaxtı emuların yarıdan çoxu məhv edilmişdir. Xeyr. Əkinçilər daim onları təqibə qovurdular. Xeyr. Əkin sahələrini emuların qidalanması üçün məhsul qalmamışdı. Bəli, cavab olur D variantı. Bunu da mətndən biz görürük. Baxın, deməli deyəcəyik. Bax, deyir ki, bir müddət sonra emular həmin bölgəni tərk etdilər. Amma bunun səbəbi insanların mübarizəsi deyil. Ərazidə qida tükənməsi olur. Yəni qida bitir, əkin sahəni məhv edirlər, ondan sonra çıxıb gedirlər. Yəni, görürlər ki, daha qidalanmağa bir şey yoxdur, çıxdılar getdilər. Yəni döyüşün filanın nəticəsində deyil. Avstraliya ordusu döyüşdə emularla nə üçün məğlub oldu? Ordu emuların müdafiə bacarığını görüb döyüşü dayandırdı. Elə cavab olur A variantı. 26'da. 27. 4-cü abzas hansı yarımbaşlıqla adlandırmaq olar? 4-cü abzas hansıdır? Baxın, deməli 1-ci abzas, 2-ci abzas, 3 və 4-cü abzas. 4-cü abzasda belə deyək də, qidalanmağından başlayır, sonra onların əkin sahələrinə hücumundan, bu hissəyə qədər olan hissədir. Hücumundan, sonra döyüşdən və nəticədə oradan çıxıb getmələrindən bəhs eləyir. O da emuların yaşayış tərzinə aid deyil, güclü quraqlıq. Bunu da vermək olmaz. Qida uğrunda mübarizə olacaq. Cavab olur C variantı. Yəni qidaya görə onun problemləri olur, insanlarla döyüşməyə məcbur olurlar və s. D variantı da çıxdı. Cavab oldu C variantı. Sonuncu abzasın əsas məqsədi nədir? Sonuncu abzas nədir? Bura 5-ci abzasda bu hissə. Sürətli, çevik, güclü və ağıllı olan bu quşlar həmişə insanlarda maraq yaradıb. Əgər emuları yaxından görmək, müşahidə etmək istəyirsiniz, zooparka gedə bilərsiniz. Deməli, baxırıq. Oxuzları Bakı zooparkına getməyə məcbur etmək deyə bir fikir yoxdur burada. A variantı yanlışdır. Emuların bacarıqlarına görə dəvə quşundan üstün olmasını inandırmaq xeyr. Belə bir fikir də deyə bilmərik. Oxuzunu maraqlı quş növü haqqında daha çox məlumat əldə etməyə çağırmaq. Bəli, bunu həmin abzas əsasını demək olar. İnsanlara emuları qorumaq, onlara qayğı ilə yanaşmağı səsləmək belə bir fikirdə yoxdur. İnsanların təbiət qarşısında gücünün zəif olması hansı abzasda başa düşmək olar? O 4-cü abzasda olur. Bu həmin hissədə baxın. Bu hissədə biz bunu görürük. O quşlarla mübarizə aparırlar və məğlub olurlar yəni. O da 4-cü abzasdadır. Cavab olur A variantı. Emular haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Şəkildə emular haqqında görək nə məlumat verib. Deməli, emuyu və ya dəvəquşu. Emu adətən tək yaşayır və yalnız cütləşmə mövzusunda qısa müddətdə kiçik qruplar halında birləşir. Yumurtası 800 qram, hündürlüyü 13 cm, tünd yaşıl olur. Deməli, 50 km saatlarında uça bilirlər və Avstraliyada yerləşməyi haqqında da məlumat verilib. Aşağıda dəvəquşu haqqındadır. Biz ona baxmırıq. Deməli, tək yaşamasını bəli gördük. Çoxalması belə bir məlumat yox idi. Yumurtasının ölçüsü, bəli, ölçüsü var. Baxın, burada var. Deyir ki, 13 cm hündürlüyü var, 800 qram da çəkisi var. Deməli, belə bir fikir də var. Qidalanması haqqında bir fikir yoxdur orada. Qidalanması əsas mətndədir. 1 ilə 3 olacaq, cavab olacaq A variantı. Bu qədər. İnanıram ki, bir faydası toxunmuş oldu. Sağ olun, hər birinizə uğurlar.